65 nömrəli test nümunəsi. Choose the correct sentences. Doğru cümlələri seçin. Bu testi etmək üçün abituriyentlər ismin tək və ya cəm forması, bundan əlavə işarə əvəzlikləri və onların isimlə işlənməsi və mübtəda xəbər uzlaşması ilə bağlı biliklərə sahib olmalıdır. Birinci cümləmizə diqqət yetirək. Those police officers are looking for the robber. O polis zabitləri oğrunu axtarır. Cümlə doğrudur. Mübtəda xəbər uzlaşması gözlənilmişdir. İkinci cümləyə diqqət yetirək. These police officer is looking for the robbers. Burada isə yanlışlıq var. Çünki these işarə əvəzli cəmdə olduğu halda officer sözü təkdə verilmişdir və xəbər də təkdədir, yanlışdır. Üçüncü cümləmizə diqqət yetirək. Those policies are looking for the robbers. Burada abituriyentlər bilməlidirlər ki, polis sözü həmişə cəmdə olan isim olduğu üçün o s cəm şəkilçi qəbul edə bilməz. Ona görə ifadə və cümlə yanlışdır. This police officer is looking for the robber. Bu doğru ifadədir. Bu polis zabiti oğrunu axtarır. Mübtəda və xəbər uzlaşması qorunmuşdur, doğrudur. Those police officers are looking for the robbers. Burada qeyd etdiyimiz kimi polis ismi cəmdədir həmişə. Ona görə s cəm şəkilçi qəbul edə bilməz. İkinci cümlə yanlışdır. 6. That police is looking for the robber. Bu yanlışdır. Çünki polis sözü cəmdə olduğu üçün o zət işarə əvəzliyi ilə işlənə bilməz. 6-cı cümlədə yanlışdır. Beləliklə doğru cavabımız 1, 4, B bəndidir.